Hər vaxtınız xeyir olsun. Aprel döyüşlərindən 5 ay keçir. Bu döyüşlərin ibrət dərsləri nə oldu və biz nə öyrəndik? Və necə olur ki, bu qədər itkidən sonra bu münaqişəni yenə də donmuş münaqişələr kateqoriyasına yazırlar və günahkar kimi Azərbaycan rəhbərliyini bilirlər. Siz yəqin ki, Amerikadan səslənən son bəyanatı da eşitmişsiniz, oxumusunuz. Azərbaycan ictimaiyyəti də bunu görür. Bu, yumuşaq desək, təəccüb doğuran bir bəyanatdır. Azərbaycanı münaqişənin həll olunmamasında günahlandırmaq ən azı insafsızlıqdır. Belə düşünənlər az deyil. Rəsmi Bakının təsiri altında olan qərb ekspertlərindən biri Ariel Cohen də hesab edir ki, dövlət katibi John Kerry'nin belə bəyanatı onun yaxın zamanlarda vəzifəsinin başa çatması ilə bağlıdır. Bir neçə həftə sonra ABŞ-da yeni prezident seçkilərdir və kimin qalib gəlməsindən asılı olmayaraq bu yaxınlarda dövlət katibi Kerry artıq tarix olacaq. Знаете, господин Керри делает самые разные заявления. Осталось ему на этом прекрасном посту как бы официально месяц, а неофициально до конца января. Он представлял в Сенате штата Массачусетс, там тоже сильная община была, и вообще, к сожалению, у господина Керри сложилась репутация большого друга Армении и в то же время не самого большого друга Азербайджана. Откуда он взял, что Азербайджан несет какую-то вину, мне непонятно, потому что тут с точки зрения международного права ситуация достаточно простая. Имеется налицо оккупация суверенной территории Азербайджана, и тут показывать пальцем на Баку и говорить, что Азербайджан в этом виноват, ну пусть потрудится объяснить, откуда он это взял. Меня, честно говоря, не могу сказать, что это удивляет. Были попытки улучшить отношения между Соединенными Штатами. Были попытки улучшить отношения между Соединенными Штатами и Азербайджаном. Азербайджан, безусловно, заинтересован в улучшении отношений с Соединенными Штатами, но вот такие вот постоянные уколы и неправильная интерпретация существующей ситуации, конечно, она не улучшает отношения между Баку и Вашингтоном. Ariel Cohen, спасибо большое. Спасибо вам. Biz burada nöqtəni qoya da bilərdik. Lakin ədalət naminə xatırlamalıyıq ki, danışıqlarda günah Azərbaycan rəhbərliyindədir mövqeyi nə bugün nə də dünən formalaşmayıb. Belə mövqe sahiblərdən biri ABŞ-ın Azərbaycandakı səfiri Richard Kazlarişdir və indi görəcəyiniz müsahibəni biz onunla 2013-cü ildə yazanda John Kerry hələ bir ay değildi ki, dövlət katibi idi. Let's not kid ourselves that somehow this behavior that everyone can see is consistent. So, Gəlin özümüzü aldatmayaq. Hamının göz şahidi olduğu davranış bəyanatlarla uzlaşmır. Mən hesab edirəm ki, biz səsimizi yüksəltməliyik. Zənnimcə, Azərbaycanda bir sıra rəsmi məmurlar hesab edirlər ki, başqa məsələlərə görə ABŞ-ın Azərbaycana ehtiyacı var və bu, Azərbaycanın ABŞ-a olan ehtiyacının daha çoxdur və ona görə də istədiyi kimi özümüzü apara bilərik. Mən artıq demişəm, bu belə deyil. Dünyada qlobal enerji hələ təhlükəsizlik üzrə vəziyyət dəyişib. Bu deməkdir ki, Azərbaycan vacib ölkədir. Lakin əvvəlki kimi, mənim vaxtımda olduğu kimi vacib deyil. Dünyada başqa hadisələr də baş verməkdədir. Məncə bu, Azərbaycan rəhbərliyinin başa düşməkdə çətinlik çəkdiyi məsələdir. Onlar buna yalnız iki tərəfli münasibətlər kimi baxmamalıdırlar. Bu münasibətlər də dünyada baş verən hadisələrdən təsirlənir. problem that Azerbaijan has to understand, that they can't look at this as simply a bilateral relationship unaffected by the global situation. I know that 907 has been waived for many years. Cənab səfir, Azadlığı Müdafiə Aktına 907-ci əlavə artıq neçə vaxtdır ki, beynəlxalq koalisiyaya göstərilən yardıma görə ilbəil dondurulmaqdadır. Sizcə 907-cini qaldırmaq vaxtı yetişməyibmi? I've said from the beginning it shouldn't have happened in the first place. 907-cinin dondurulması davam edəcəkmi? Maraqlı sualdır.
Mən əvvəldən demişəm ki, 907 qəbul edilməməli idi. Bu baş verməməlidir və məqsəd qanunvericilikdə onun tamamilə qaldırılmasına nail olmalıdır. Hətta Azərbaycanın azalan strateji əhəmiyyəti ilə də biz yenə də 907-nin qaldırılmasına bəraət qazandırmaq üçün arqument tapa bilərik. Mən səmimi qəlbdən bu maddənin tamamilə getməsini görmək istərdim. Lakin təəssüf ki, Azərbaycan hələ münaqişənin çıxış yolunun dəyərləndirilməsində Ermənistanla açılışmanı müsbət perspektiv kimi görmür. Açığı, əgər belə bir açılma baş versəydi, biz Türkiyənin də Minsk qrupuna cəlb olunmasına nail olardıq. Əlbəttə, bu ən vacib məsələ deyil, amma bu barədə düşünmək olar. Some opening. That's not the most important issue, but it is one of those to think about. Əlbəttə, Türkiyəni Minsk qrupunda görmək yaxşı olardı. Lakin biz Minsk qrupunun hələ indiki tərkibi ilə iş görə bilmirik və cəmi 5 ay keçməsindən baxmayaraq və bu qədər itki müqabilində yenə də Ermənistan-Azərbaycan münaqişəni həll etməli olan Minsk qrupu həmsədrləri donmuş münaqişə adlandırırlar. Bəlkə donan onların öz aralarındakı münasibətlərdir. İsveçrədən jurnalist Rauf Mirqadirovla söhbət edirik. Rauf müəllim, xoş gördük sizi. Xoş gününüz olsun. Rauf müəllim, siz Azərbaycanla Ermənistan arasında bu münaqişənin həll olunmamasına görə Azərbaycanın günahlandırılmasına həm Rusiya, həm də Amerika Birləşmiş Ştatları tərəfindən nə dərəcədə ədalətli hesab edirsiniz? Mən düşünmürəm ki, münaqişənin həllində bugün Azərbaycanı və ya Ermənistanı günahlandırmaq düzgün olar. Yəni, geniş mənada münaqişənin kimin ədalətli, kimin ədalətsiz olmasından söhbət getmir. Hansı mövqeyin daha gerçəkliyi əks etməsindən, hansı mövqeyin gerçəkliyi əks etməməsindən getmir. Əgər söhbət münaqişənin həllinə maneçilikdən gedirsə, bunun kökünü nə Azərbaycanda, nə Bakıda, nə də Yerevanda axtarmaq lazımdır hazırda. Maraqlıdır ki, Azərbaycan həll rəsmi Bakı ABŞ-a reaksiyasını bildirdi, yəni John Kerry'nin sözlərini. Amma Rusiya isə biz belə bir etirazı görmürük. Əgər eyni şey, eyni ritorika var həm Vaşinqton, həm Moskvada. Söhbət baxır, yəni ki, Azərbaycan-Ermənistan münaqişəsindən bir münaqişə kimi getmir. Söhbət Cənub Qafqaz regionundan gedir, enerji daşıyıcılarından gedir, Rusiyanın yaxın şərqə çıxışından gedir, Amerika Birləşmiş Ştatlarının bütövlükdə Qərbin Orta Asiya çıxışından gedir. Yəni, strateji əhəmiyyəti olan söhbət Azərbaycandan və Ermənistandan gedir. Söhbət strateji əhəmiyyəti olan bir regionda münaqişədən gedir. Və bu münaqişənin vasitəsilə sözsüz ki, hər iki tərəf öz maraqlarını həyata keçirməyə çalışırlar. Əslində qalsa, məndə belə bir təəssürat çoxdan yaranır ki, Amerika Birləşmiş Ştatları ilə Rusiyanın Minsk qrupundakı təmsilçiliyi münaqişənin həllindən daha çox münaqişənin digər tərəfin xeyrinə həll olunmamasına yönəlib. Hər ikisinin fayda. Yəni bir-birinin. Münaqişə həll olunmasın olduğu kimi qalsın, hər ikisinin müəyyən bir imkanları regionda mövcud olsun. Rauf müəllim, və son sual, Prezident İlham Əliyev öz çıxışında eyni zamanda belə bir ifadə işlədib ki, hətta Azərbaycanın özündə də 5-ci kolon işə salınıb ki, mənə təzyiq göstərilsin Qarabağ Ermənistanla danışıqlarda. Mən bilirəm ki, siz bu danışıqlar barədə ən çox yazan jurnalistlərdənsiz və özünüz də bu yaxınlarda 2 ilə yaxın həbsdə olmusunuz. Ümumiyyətlə, Prezidentin öz vətəndaşlarına dair 5-ci kolon ifadəsini işlətməsi sizdə necə bir təəssürat yaratdı? Mən düşünürəm ki, mənim və Prezidentin 5-ci kolon haqqındakı anlayışlarımız bir qədər fərqli ola bilər. Amma 5-ci kolon Azərbaycanda var. Sözsüz ki var. Sözsüz ki var. Amma düşünürəm ki, bizim yanaşmamız bir qədər fərqlidir. O, fərqli yerlərdə biz axtarırıq 5-ci kolonu. Mən düşünürəm ki. Çox sağ ol, təşəkkür edirəm. Mən düşünürəm ki, amma məndən fərqli olaraq hər halda dövlət başçısının məsuliyyəti var. Məsuliyyəti var ki, o 5-ci kolon olmasın. Mən jurnalistim. Mən ancaq yaza bilərəm, deyə bilərəm. Onun isə bir başlı məsuliyyətidir ki... Prezident 5-ci kolonu hansı cərgələrdə? Eyni zamanda öz yaxınında. Necə? Eyni zamanda öz yaxınlar tərəfində. Çox sağ ol, təşəkkür edirəm. İsveçrədən bizimlə xəttdə jurnalist Rauf Mirqadirov idi.
Aprel döyüşləri Ermənistanda iqtidarla müxalifəti bir araya gətirdi. Ümumi təhlükə bu halda Azərbaycan, Prezident Sarkisyanla onun siyasi rəqibi və illər uzunu qatı düşməni olmuş Ter-Petrosyanı dost etdi. Azərbaycanda isə milli barışıq baş vermədi. Əksinə, aprel döyüşləri başa çatar-çatmaz hakimiyyət bir dəstə gənci milli satqın qışqırmaq üçün müxalifət liderinin evinin qarşısına yolladı. Azerbaycan'ın büyük ağır komandanı var, büyük kudretli ordusu var ve her zaman Karabağ'ı azat edecekti. Sizin kimlerinde burada yer yoktu. Siz büyüse diye, onu bilesin. Sen ne demokratik, sen vefat. Bilirsiniz, ümumiyyətlə Qarabağ münaqişəsinin nizama salınması üçün hal-hazırda demək olar ki, heç kim çox ciddi səy göstərmir. Ümumiyyətlə, çox təəssüf ki, münaqişə bizim torpaqlarda baş versə də, amma beynəlmiləl bir münaqişə çevrilib. Bilirik ki, bizim torpaqlarımızı Ermənistan işğal edib, amma onun arxasında Rusiya və Rusiyanın dəstəyi durur. Amerika Birləşmiş Ştatları və Fransa bu prosesdə həmsədrlər kimi iştirak edirlər, amma onların regiona təsirləri bu gün üçün kifayət qədər güclü deyil və onların yanaşması yalnız bundan ibarətdir ki, tərəflər nəyəsə özləri razılaşsınlar və sonra biz də buna amin deyək. Amma bu da səhv yanaşmadır. Azərbaycan isə öz tərəfindən çox ciddi şəkildə səylər göstərmir münaqişənin həlli üçün, dünyanı fakt qarşısında qoymaq üçün. Azərbaycan tərəfi də bütün ümidləri ona bağlayıb ki, dünya ədalətli olmalıdır, torpaqlar bizimdir, bizim torpaqlarımız işğal altındadır və ona görə də gözləyir ki, dünya Azərbaycana ədalətli bir sülh təklif edəcək, onu da təklif edən yoxdur. Ona görə də indi hal-hazırda hamı məsuliyyəti bir-birinin üzərinə atır. Əlbəttə ki, mən hesab eləmirəm ki, Azərbaycan hökuməti indiyə qədər etdiyi güzəştlərdən daha artığını etməlidir. Mən də Azərbaycan hökumətini münaqişənin tənzimləməməsinə görə tənqid edirəm. Amma bu tənqid ona görə deyil ki, onlar güzəştə getmirlər. Əksinə, ona görədir ki, Azərbaycan hökuməti bütün mümkün olanları etmir Qarabağ münaqişəsinin həll olunması üçün. Regionun bir nömrəli məsələsi kimi diqqətdə saxlamır Azərbaycan tərəfi. Azərbaycan tərəfi hər hərəkəti ilə, hər jesti ilə sübut eləmir ki, bizim üçün bu bir nömrəli prioritetdir və əgər ehtiyac olsa mən bu mövzunu davam elətdirə bilərəm. Yəni, amma o Yəni, sübut etmək üçün nə etmək lazımdır? Yəni, məsələn, beynəlxalq arenada Azərbaycanda həqiqətən də müharibə getdiyini, müharibə şəraitində olduğunu sübut etmək üçün sizcə nələr ola bilərdi ki, olmur, edilmir? Bilirsiniz Sevinç xanım, gəlin Azərbaycan hökumətinin son illərdə bütün dünyaya verdiyi mesaja, prioritetlərə baxaq. Azərbaycan nəyin üzərində işləyir və milyardlarını nəyə xərcləyir? Azərbaycanda, Bakıda Avropa oyunları keçirilsin, 7-8 milyard pul xərclənsin, 10 il dalbadal Formula 1 yarışları keçirilsin, yüzlərlə idmançılar böyük pullarla satın alınıb Azərbaycana yalançı idman dövləti imici yaradılsın, dünyanın hər yerində Heydər Əliyev fondu təbliğat aparsın. Bu siyahıda siz Qarabağın yerini görürsünüzmü? Azərbaycan nə zaman dünyaya Qarabağla çıxmağa çalışdı? Azərbaycan hakimiyyəti Qarabağ mövzusunu daxili auditoriya üçün istifadə edir. Amma məsələn, Heydər Əliyev, üzr istəyirəm, fikrimi çatdırım. Əgər Heydər Əliyev fondunun bu qədər pulları xərclənirsə, bütün dünyada o deməli şöhrətpərəstlik layihələri üçün, xeyriyyə layihələri üçün, onun əvəzinə Qarabağla bağlı çox saylı, böyük və təsirli işlər görünə bilməzdimi? Azərbaycan hökuməti indiyə qədər onlarla lobby müqavilələri bağlayıb. O lobby müqavilələrinin predmeti hamısı nədir? Azərbaycanın dövlət başçısına onun avtoritar idarə etməsinə dəstək təmin eləmək. O lobby müqavilələrində Qarabağ varmı? Yoxdur, çox təəssüf ki. Yəni Azərbaycan hökuməti özünün fəaliyyəti ilə Qarabağın onun üçün bir nömrəli prioritet olduğunu göstərmir. Ən axırıncı faktda deyim, görürəm ki, başqa sualınız var. Deməli, sonuncu bu ilin büdcəsi müəyyənləşən zaman təsəvvür edin ki, Azərbaycan məsələn burada keçiriləcək İslam oyunlarının büdcəsini təmin eləmək üçün, ikinci il Formula 1 keçirməkdən ötürü hərbi büdcəsindən 600 milyon manat kəsib. İndi bunu kənardan baxanlar Azərbaycan hökuməti üçün Qarabağın prioritet olduğu qənaətinə gələ bilərlərmi? Bax, bunları nəzərdə tuturam mən.
Siz dediniz ki, Azərbaycan rəhbərliyi Qarabağa daxili auditoriya üçün bir kart kimi istifadə edir. Bunlardan nümunə ola bilsin ki, onu gətirmək olar ki, Azərbaycanda prezident müddətinin 2 dəfədən artıq olmaması limiti məhz müharibənin getməsi ilə əsaslandırıldı və konstitusiyada qaldırıldı. Siz özünüz daxili auditoriyasının istifadə olması nədə görürsünüz? Nədən ibarətdir bu? Bilirsiniz, ölkə daxilində bir cür danışılır. Açıq deyək də, ikiyüzlü siyasət aparılır. Cəmi bir neçə ay bundan qabaq İlham Əliyev demirdi ki, biz daha Ermənistanla boş-boş danışıqlar aparmayacağıq. İndi aparılan danışıqlar dolu-dolu danışıqlardır. İndi Amerikanın Minsk qrupundakı həmsədri görüşdən sonra dərhal elan elədi ki, növbəti görüşdə müəyyənləşib. Ondan əvvəl də görüş oldu. Yəni, artıq bu heç bir səmərə verməyən danışıqlar əvvəlki qaydada davam eləyir. Amma ölkə daxilindəki auditoriya nə deyilir? Pafosla, ötkəm, meydan oxuyan açıqlamalar ölkənin daxilində verilir. Amma beynəlxalq auditoriya nə deyilir? Baxın, indi təzə bir təkliflər paketi ilə çıxış elədi İlham Əliyev. Hal-hazırda heç dünyada Qarabağ münaqişəsinin tənzimlənməsi üçün, böyük sülh üçün uyğun bir konjunktur olmadığı bir məqamda, yəni bu məsələ onsuz da bu saat həll olunmur, Dağlıq Qarabağa Muxtar Respublika statusu verəcəyini bəyan edir. Niyə görə? Belə güzəştlərlə agresorda, işğalçı tərəfdə iştah yaradır. Onlarda ümid yaradır ki, Azərbaycan tərəfinin hələ daha da güzəştlərə getmək imkanı var. Beləliklə, bu hərəkətləri ilə Azərbaycan hakimiyyəti özü güzəştləri ilə daxildə ötkəm çıxışlar, xaricdə güzəştli siyasəti ilə işğalçını həvəsləndirir. Biz bu yaxınlarda aprel ayı döyüşlərində sizin evinizin qabağında mitinglərin təşkil olunmasını şahid olduq. Sizcə siz bu döyüşlərlə bağlı, bu münaqişə ilə bağlı nələr demişdiniz ki, hakimiyyət dairələrində bu qıcıqlanmağa səbəb oldu? Aprel döyüşləri zamanı ilk gündən mən belə bir bəyanatla çıxış etdim ki, bir halda ki, bütün bu sülh təşəbbüsləri nəticə verməyib. Yeri gəlmişkən vurğulayım ki, mən də bir mənalı şəkildə münaqişənin sülh yolunda nizamlanmasına tərəfdaram, əgər bu mümkünsə. Amma uzun illər ərzində aparılan danışıqlar heç bir nəticə verməyibsə və artıq səbəbləri bizə tam aydın olmasa da biz axıra qədər bilmədik ki, aprel döyüşləri hansı şəraitdə başladı. Amma istənilən halda bu döyüşlər başlayıbsa, artıq bizim əskərlərimiz, zabitlərimiz də müəyyən itki verib, minalanmış əraziləri keçib, biz ordumuzu dəstəkləyirik. Bu əməliyyatları davam eləmək lazımdır. Mən hətta bir bəyanatla çıxış etdim ki, bizim ordumuzun savaşı davam etdirdiyi bütün müddət ərzində biz hətta hökumətə qarşı olan bütün bəyanatlarımızı dayandıracağıq. Bir tərəfli qaydada tənqidi çıxışlarımıza moratorium qoyacağıq. Tək ki bizim ordumuz zəfər qazansın. Tək ki Azərbaycan torpaqları işğaldan azad olunsun. Amma əvəzində nə oldu? Bizim ordumuzun zəfər yürüyüşü Azərbaycanın özünün ali başkomandanı tərəfindən dayandırıldı. O zaman biz bilmirdik dəqiq niyə görə dayandırıldı bu. Bir müddət deyildi ki, Rusiya təkid edib. Sonradan İlham Əliyev özü etiraf elədi ki, ermənilər xahiş ediblər. Sən demə, mən bilmirdim axı ermənilər bu qədər hörmətliymiş ki, onların xahişi ilə bizim əməliyyatlarımız dayandırılsın. Həm də bilirsiniz adama nə təsir edir. Axı Azərbaycan ordusu böyük itkilər verib. Həmin o möhkəmləndirilmiş istehkamları almaqdan ötürü, o yüksəklikləri almaqdan ötürü, bizim xüsusi təyinatlarımız, 10 illər ərzində yetişən zabitlərimiz, onlarla zabit şəhid oldu, onu vurğulamaq istəyirəm mən. Bu xüsusi təyinatlarımız şəhid olub, həmin o istehkamlar alınıb və sonradan deməli orduya dayan komandası, dur komandası verildi və o zaman mən etiraz elədim. Dedim, o zaman özünüzü bir mənalı bir siyasət aparın. Əgər ermənilərin xahişi ilə orduya dur komandası veriləcəksə, o zaman artıq lazım gələrsə ritorikasını yığışdırın. Yox, əgər doğrudan da siz lazımı axtarırdınızsa, o lazım gəlib, indi ordunun qabağını almaq lazım deyil. Bu bəyanatdan sonra, yəni mən ordunun zəfər yürüyüşünün davam etməsini tələb etdikdən sonra məlum hadisələr baş verdi və mənim evimin qabağında silsilə, düşük aksiyalar keçirdib, Qarabağı məndən istəməyə başladılar. Deməli, erməninin xahişi ilə ordunun zəfər yürüyüşünü dayandırırlar. Sonra da vur deyən, bu kampaniyanı davam elətdir, arxanda durmuşam deyən müxalifət liderindən gəlib evinin qabağında aksiya keçirdib, ona qarşı ittihamlar irəli sürürlər. Bu qədər absurd bir siyasət aparıldı.
Əli bəy, aprel döyüşlərinin üstündən artıq neçə ay keçibdi, amma hələ də rəsmi statistika ilə müstəqil ekspertlərin tərtib etdiyi siyahı bizim itkilərimiz barədə hələ də bu faktlar üst-üstə düşmür. Ümumiyyətlə siz necə hesab edirsiniz? Aprel döyüşlərinin ibrət dərsləri öyrənildimi və bu cür statistikanın üst-üstə düşməsi biz nə qədər itki verdi, hansı şərait itki verdi, nə üçün bu döyüşlər baş tutdu? Bunun ibrət dərsləri araşdırılırmı? Siz razısınız onların nəticələrindən? Çox təəssüf ki, sizin də vurguladığınız kimi rəsmi rəqəmlər elan olunmadı. Nə şəhid olanların, nə yaralananların rəsmi rəqəmləri düzgün olaraq elan olunmadı. Yəni hansısa bir rəqəm dedilər, amma cəmiyyətdə o etimad doğurmadı. Çünki azad mətbuat, vətəndaş cəmiyyəti sosial şəbəkələrdən istifadə etməklə təqribən 100-ün ətrafında şəhidin adını, familiyasını, hərbi hissəsini müəyyənləşdirdi. İndi Müdafiə Nazirliyinin bunu danmasının nə mənası var ki? Artıq hamı bilir ki, kifayət qədər çoxlu sayda şəhid olmuşdu həmin döyüşlərdə. Amma aprel döyüşləri ümumiyyətlə çox ciddi mətləblərdən xəbər verdi. Mən sizə deyim ki, çox ciddi analiz olunmalıdır, ciddi nəticələr çıxarılmalıdır ortalığa. Bir, aprel döyüşlərində bir daha həm Azərbaycan hökumətinə, həm dünya birliyinə bəyan olundu ki, aparılan uzun illərin təslimçilik siyasətinə baxmayaraq, avtoritar siyasətinə baxmayaraq, Azərbaycan xalqının qəlbindən Qarabağı çıxarmaq mümkün olmuyor. Azərbaycanlılar bu gün də belə deyək, coşqu ilə, vətənpərvərlik çağırışı ilə Qarabağ üçün ölə bilirlər. Bax, bu aprel döyüşlərində Azərbaycan xalqının bütün dünyaya verdiyi bir mesaj idi. Yeri gəlmişkən, dünyanı bilmirəm, Azərbaycan hökuməti bundan qorxdu. Xeyli dərəcədə qorxdular, onlar gözləmirdilər. Onlar elə bilirdilər ki, Azərbaycan xalqının artıq belini qırıblar. Daha Azərbaycan xalqı qamətini düzəldə bilməz. Amma birdən-birə, cəmi bir neçə günün ərzində kükrəyən bir xalq gördülər qarşılarında. Özünə inanan, hər an döyüşə atılmağa hazır olan, məğrur və torpağından vaz keçməyən bir xalq gördülər. Məncə dünya da gördü bunu, Ermənistan da gördü. Aprel döyüşlərinin mənim aləmində ən böyük nəticəsi bundan ibarətdir. 2. Aprel döyüşləri göstərdi ki, əgər kənar müdaxilə olmasa, Rusiyanın baskıları və dəstəyi olmasa, Ermənistan bizim torpaqlarımızı nə tək başına işğal eləyə bilməz, nə də işğalda saxlaya bilməz. Yəni, bugünkü münaqişəli vəziyyət, Azərbaycan torpaqlarının işğal altında qalmağı bilavasitə Rusiyanın xidmətidir. Bunu hamı gördü. Biz əgər təkbətək qalsaq bu bölgədə, ya xoşla, ya zorla torpaqlarımızı geri alarıq. Ermənistanın o gücü heç vaxt olmayıb, o zaman da torpaqları işğal eləyəndə Rusiya qoşunlarının köməyi ilə işğal eləyib. İndi də hələ bu vəziyyətimizdə, bu 23 il davam edən sülalə hakimiyyəti bu milləti nə qədər zəiflədib, amma bu vəziyyətimizdə də biz torpaqlarımızı işğaldan azad eləyə bilərik. 3. Məlum oldu ki, ordu nə qədər vətənpərvər olur olsun, əskər nə qədər fədakar olur olsun, ona ordusu ilə, milləti ilə bütöv olmayan bir hakimiyyət rəhbərliyi etdikcə o torpaqları azad eləmək mümkün olmayacaq. Bir gün Moskvadan zəng edəcəklər, bir gün Yerevandan zəng edəcəklər. Əgər ölkə hakimiyyəti üçün xalqın marağından da üstün bir prioritet varsa, ölkə hakimiyyəti üçün, məsələn, hakimiyyətdə qalmaq, hansısa böyük bir dövlət başçısının gözündən düşməmək, Qarabağdan daha önəmlidirsə, deməli o ölkədə əskərin, zabitin, vətənpərvərliyi, şücaəti nəticə verməyəcək. Elə bir şəraitdə o torpaqları azad eləmək mümkün olmayacaq. Bax, bu nəticələri aprel döyüşləri göstərdi, amma buradan qısa müddət üçün çıxan nəticələr biraz pessimistim. Yəni, bir çoxları bu qənaətə gəldilər ki, bu hökumətlə bu torpaqları azad eləmək təəssüf ki, alınmayacaq. Amma uzun müddətli nəticələr çox optimistim. Bütün dünyada gördü, Ermənistan da gördü, Azərbaycan xalqı da güzgüdə özünə baxıb gördü ki, nə qədər şücaətlidir, nə qədər mərddir və belə bir mərd xalqın torpaqları işğalda əbədi qala bilməz. Əli bəy, çox sağ olun, təşəkkür edirəm. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli. Bugün biz Aprel Savaşından sonra Ermənistan-Azərbaycan münaqişəsi ətrafında vəziyyəti görməyə çalışdıq. Düşmənin həm daxildən, həm xaricdən axtarıldığı bir cəmiyyətdə bunu etmək asan deyil. Lakin çətinliyə baxmayaraq biz bunu etməliyik. Çünki şəhidlərimizin ruhu nə qədər ki narahatdır, bizim də bir cəmiyyət olaraq süsləşməyə haqqımız yoxdur. Salamat qalın.